Düzdür, bizim Azərbaycan dövləti artıq 20 ildir çalışır ki, dünya bu hadisələri yayır. Dövlətimiz tərəfindən, yəni bütün demək olar ki, vasitələrdən istifadə olunur. Amma beynəlxalq aləm sözdə bizim sözümüzü desə də çox təəssüf edirəm ki, əməllərində, real əməllərində hələ də yəni buna hüquqi qiymət vermirlər. Bugün həmin Xocalı'nı törədənlər, hadisəsini törədənlə başçılıq edən insanlar, başda Ermənistan keçmiş prezidenti Koçaryan, indiki hal-hazırki prezidenti Sarkisyan, onların müdafiə naziri Seyran Avanyan və bir çox generalları böyük yüksək postlar tuturlar. Dünyanın bir çox aparıcı tribunalarından çıxış edirlər, BMT-nin tribunalarından çıxış edirlər. Hətta yəni Avropa parlamentində onların prezidenti açıq-aşkar etiraf elədi ki, bəli, biz bu döyüşlərdə iştirak eləmişik və bununla da fəxr edirik. Yəni, dünya sadəcə buna biganə qaldı. Amma nəzərə almaq lazımdır ki, həmin Xocalıların babaları vaxtilə Berlinə qədər Alman faşizminə qarşı mübarizə apardılar. Eləcə də yəni mənim babam, digər Azərbaycanlılar, hansı ki bu döyüşlərdə Azərbaycan 400 minə yaxın itki verir faşizmin kökünün kəsilməsində və biz faşizmin o babalarımız döyüşəndə ki, hansı ki hesab edirdilər ki, artıq faşizmlə dünyada son qoyuldu. Ancaq özlərinin övladları, nəvələri o faşizmin yenidən dirçəlməsi ilə, Ermənistanın da dirçəlməsi ilə qarşılaşdılar. Bugün dünya çox təəssüf olsun ki, hələ də buna hüquqi qiymət vermək istəmir və cinayətkar cəzasına çatmır. Cinayətkar bugün Ermənistanda yəni hakim elitadır. Artıq cinayətə törədən cinayətkarlar bəllidir. Amma çox təəssüf və inanmaq istəyərdik ki, nə vaxtsa onlar beynəlxalq hərbi məhkəmələr qarşısında, necə ki Serbiyada, Xorvatiyada, Kosovoda törədilən cinayətkarlara görə kimlərsə tutulub bu cinayətə görə məsuliyyətə cəlb olundular. Hesab edirik ki, nə vaxtsa yəni ümid edirik ki, bu insanlar da öz cəzalarına çatacaqlar. Mən biraz çox danışıram, yəni təbii ki. Can you talk about the whole experience with Khojaly? Yeah. Okay, great. So, can you speak about Azerbaijan today and how it's a multicultural and tolerant nation? Mm-hmm. And yeah, just can you ask him about Multicultural country. but how it's unique, how it's unique in this part of the world? Because other nations in this area are not very tolerant or multicultural. Can you just have him speak about that and on a societal level, like on a yeah. Sualı dedi açıq. Sualı geniş ver mənə. Aha, deyirəm. Deməli, regionda baxıldıqda Azərbaycan yəni qədər tolerant və multikultural bir ölkə yoxdur və siz necə düşünürsünüz? Azərbaycanda bir neçə etnik qrupların nümayəndələri yaşayırlar ki, onlar hal-hazırda yəni hər bir Azərbaycan vətəndaşı kimi bərabər hüquqlara sahibdirlər və bu etnik qruplar öz dini əqidələrini uyğun olaraq yəni hər şeyi yəni bütün bərabər hüquqlarla rahatlıqla yaşayırlar və Azərbaycanın bu multikulturallığı və bütün etniklərə bərabər yanaşması haqqında bizə nə deyə bilərsiniz? Mən nəinki regionda, mən hesab edirəm ki, bugün dünyada, Azərbaycanda mövcud olan həmin bu multikultural dəyərlər bir model kimi çox, mən deyərdim ki, idealdır və bütün dünyaya örnək və ola bilər. Yəni, hesab edirəm ki, bu Azərbaycanın minilliklər, yəni indi yox, minilliklər həm dövlətçilik tarixindən, həm milli mənəvi dəyərlərindən, həm yəni onun nəsildən nəsilə ötürülən və ya deyək ki, bir adətidir. Yəni, Azərbaycan xalqının psixologiyasındadır, mənəviyyatındadır, mədəniyyətindədir ki, digər xalqlara qarşı hörmətlə yanaşmaq, eyni zamanda digər dinlərə qarşı dözümlü yanaşmaq və Azərbaycan insanın beynində digər insanlara, digər yəni dinlərə, etniklərə qarşı hər hansısa bir agresiya mı deyim, başqa bir pis fikir mi deyim, yoxdur. Yəni, Azərbaycan xalqı həmişə çalışıb ki,
kimliyindən asılı olmayaraq, dostluq, sülh şəraitində yaşasın, yəni bütün dinlərə də hörmətlə yanaşır. Yəni Azərbaycan xalqının özünün əgər tarixinə nəzər salsaq, görərik ki, dünyanın yaranışından, yəni bu xalqın ilkin dövründə yəni ateşpərəstliyə də istahiş edib, təktanrıçılığa da istahiş edib. Eyni zamanda sonralar hətta Azərbaycan uzun müddət demək olar ki, əhalisinin böyük əksəriyyəti xristian olub. Bu da Azərbaycanda olan o xristian abidələri, yəni hansı ki bugün qorunub saxlayır minilliklər boyu. Yəni bu xristian abidələri də yəni bu faktı təsdiq edir ki, Azərbaycan əhalisinin böyük hissəsi, yəni Azərbaycan xalqının böyük hissəsi vaxtilə xristian dininə istahiş ediblər. Sonradan 7-ci əsrdə yəni ərəb istilaları zamanı Azərbaycan İslam dinini qəbul edib, amma İslam dinini qəbul eləməsinə baxmayaraq o öz tarixini, yenə də öz tarixini qoruyub. O kilsələr ki, hansı bir Azərbaycanda qorunur. Bax, elə mənim əlimdəki kitab Dağlıq Qarabağın, yəni Qarabağın xristian abidələri haqqındadır ki, bunlar hamısı qorunurdu. Yəni bunlar yəni Azərbaycan tarixi ilə əgər yaxından tanış olsanız, görərsiniz ki, Alban yəni vaxtilə Azərbaycanda mövcud olmuş, Alban dövlətinin vaxtında tikilmiş yəni xristian abidələridir. Və bu abidələr də Azərbaycan xalqı tərəfindən qorunur, bugünə qədər saxlanılır. Çox təəssüf olsun ki, bu abidələr yəni sonradan yəni işğal dövründə tamamilə dəyişdirilmiş. Yəni burada təkcə Azərbaycan xalqının tarixi dəyişdirilməmişdir. Burada eyni zamanda mən deyərdim ki, bu ermənilərin bu hərəkəti ilə hansı ki, abidələr tamam bəziləri dağıdılmış, bəziləri isə yenidən restavrasiya olaraq, yəni qəsdən erməni Qriqoryan dininə uyğun olaraq Qriqoryanlaşdırılmışdır. Və bu həm də xristian tarixinin tərifi deməkdir. Biz eyni zamanda yəni dünyaya müraciət edərkən bildiririk ki, ermənilər o kilsələri, orada mövcud olan kilsələri yəni dağıtmaqla, onları dəyişdirilməklə tək Azərbaycan xalqının tarixini saxtalaşdırmış. Tək Azərbaycan xalqının tarixini o ərazilərdən silmək çalışmır. Eyni zamanda onlar bu əməllərindən xristian tarixində, yəni köklərinə belə deyək, mənəvi zərbə vurur. Çünki tarixi saxtalaşdırır, xristian tarixini saxtalaşdırır. Çünki yəni dünyanın özünə hörmət edən, yəni hər hansısa bir araşdırmacısı sual verirsiniz bugün, yəni mən hesab edirəm ki, onlar bilmənalı şəkildə təsdiq edəcək ki, Azərbaycan ərazisində, necə də Dağlıq Qarabağ ərazisində olan həmin o xristian abidələrinin heç birinin ermənilərə adiyyəti yoxdur. Yəni həm quruluş cəhətdən, həm dini baxımdan, yəni bu sırf Azərbaycan xalqının yəni milli mənəvi dəyərlərinə mənsub olan abidələrdir. Azərbaycan xalqının yəni belə bir xalqdır. Yəni bunun kökündən, qanundan, xarakterindən irəli gələn bir adətimizdir ki, biz digər xalqlara qarşı, digər dinlərə qarşı dözümlüdür. Mən hesab edirəm, bugün də ölkə rəhbərliyi tərəfindən bu siyasi çox uğurla aparılır. Və bugün demək olar ki, Azərbaycanlılarla yanaşı, Azərbaycanlılar hansı hüquqlardan istifadə edirsə, Azərbaycanlıların hansı dininə özləri istahiş edilməklə asılı olmayaraq, digər dinlərə çox böyük hörmətlə yanaşırıq. Hətta bugün Bakının mərkəzində biz erməni kilsəsini yəni, tam təmirli vəziyyətdə qorunub mühafizəsi saxlayırıq. Amma Dağlıq Qarabağda 47 məscidimizdən biri yoxdur. Hamısı dağıdılır və yaxud tamamilə saxtalaşdırıb. Yəni orada bir dənə də olsun sağlam vəziyyətdə, bərpa olan vəziyyətdə məscidə rast gəlmərsən. Bugün Azərbaycanda Yəhudi dininin, yəni min illər boyu birgə yaşayırıq, 100 illər boyu birgə yaşayırıq. Çox böyük mehriban əlaqələrimiz var. Sinagogların hamısı fəaliyyət göstərir. Azərbaycanın Quba rayonu ərazisində onların icmaları fəaliyyət göstərir. Dinc, mehriban şəraitdə yaşayırıq. Eləcə də bütün dünya, yəni belə deyək də, örnək olacaq, beləcək bir hadisə də ondan ibarətdir ki, Azərbaycan ucqar bir kəndi, Xınalıq deyilən bir kəndi var. Dəniz səviyyəsindən təxminən 2000-2500 yuxarıda yerləşir. Yəni bir kənd bir etnik xalqdan ibarətdir. Və bu xalqın tarixinin müxtəlif cür yazırlar. Amma təxminən 1000-1500 ildir ki, bu xalq bizlə bərabər kiçicik bir xalq yaşayır. Yəni Azərbaycan xalqının böyüklüyü ondadır ki, özü ilə bərabər öz dövlətçilik tarixi ilə, yəni burada mövcud olması ilə bərabər 1000 ildir ki, o xalqın da varlığını qoruyur. Yəni balaca bir toplum xalq
yəni bugün Azərbaycanda assimilyasiya olmayıb, digər ölkələrdə olduğu kimi. Bugün Ermənistan unitar dövlətdir. Demək olar ki, Ermənistanda Ermənidən başqa digər millət qalmayıb. Hamısını qovublar. Tək Azərbaycanlılar yox, eyni zamanda Ukraynalılar, Kürdlər, Ruslar. Yəni orada demək olar ki, Sovet vaxtında yaşamış həmin o xalqlardan əsər əlamət yoxdur. Amma bugün Azərbaycanda demək olar ki, bütün etnik xalqlar, ermənilər, hətta bugün Bakıda, Azərbaycanda 20-30 minə yaxın erməni yaşayır. Erməni gəlinlərimiz var. Heç bir problem yoxdur, yəni Azərbaycan xalqının onlarla. Xristiyan dini nümayəndələr var, Ukraynalılar var, Ruslar var, Belaruslar var, Malakanlar var. Digər ərəblər, kürdlər, talışlar, ləzgilər və bu xalqların hamısı yəni Azərbaycan vətəndaşıdır. Bizim yəni başqa bir şey də düşünə bilmərik. Mehriban dinc şəraitdə yaşayırıq və hər birimiz də Azərbaycan dövlətçiliyinə, Azərbaycan dövlətinə xidmət edirik. Okay, great. Can you give me like just a brief synopsis, like not what he said specifically, but what area did he cover? Like what did he talk about generally? He said that from the early times, from the 6th century, our religious is the Christian. In Azerbaijan, the people believe the Christian. Oh yeah. Yes, but after 7th century, when the Arabics invaded Azerbaijan, Azerbaijan began to people Muslim, yes, but when we look to Azerbaijan, there are a lot of synagogues, the church, the synagogues of the Jewish and the church of the Christian. But if you look to the Armenia, there are not a lot of nationality, the only nationality, only Armenian. But in Karabakh, we have in Azerbaijan the Armenian, the Gregorian church, but in in Karabakh we have not. We had 47 mosques, but today there is not any Muslim mosque in Karabakh because all of them destroyed, fired, and they removed it from the Karabakh. And Azerbaijan is from the early times till today we are always the hospitable and multicultural country because we always respect to all nation, all segments. We always give the equal rights to Azerbaijan citizen to them. Okay, great. Can you ask him, in his opinion, what does justice for Khojaly and the whole Nagorno-Karabakh war, what does that look like? Like what would he like to see happen in the future, in the near future? Yeah. Ne deyir?